əzizlərim. Gedirəm göz həkimine. Görüm nə qədər oçiriz olacaq. Həm gedim profilaktik olaraq, həm də ki bu gözüm uzağı yaxşı görür, yaxını görmür. Bu gözüm yaxını yaxşı görür, uzağı pis görür. Fərqlidir də yəni. Bir də keçən il bu vaxtlar belə mart idi, aprel idi. Heç operasiya olmamışdım. Operasiya mən oktyabr olmuşam. Gözümün elə bir nəsə ağacdan düşdü. O da budur, elə bir gözümdə zirzibil var. Gedir o yana, gəlir bu yana, gedir o yana, gəlir bu yana. Ortada keçmişdi, laminasiya eləmişdim, elə bir kipriklərim də atılmışdı, nə etsəm. Həm də ümumi profilaktika üçün gedim, inşallah katarakta falan çıxmaz. Belə. Gedim görüm nə olur. İnansız orada növbəyə görə getmirəm. 5 saat axtaracaqlar kartçıq. Sonra get ailə həkiminin yanına, uchaskovunun yanına. Orada o çirici olur, növbə olur. Sahə həkiminin, indi ailə həkimi deyirlər. Sonra daha bilmirəm, göz həkimində növbə olur ya yox. Düşürsən təzdən növbə götürürsən. Gedirsən təzdən şeyə, göz həkimi. Şimdi aşağı yuxarı, aşağı. Bəşir Səfəroğlu demişkə deyir, aşağı yuxarı o skala. Bir metro bilməmsən deyir, yox, indi mən də. Aşağı yuxarı, aşağı yuxarı. Çıxdıq sevimli 39 sayılı poliklinikamıza. Belə qəşəng kurtçikalar, baxın. Görün nə qəşəngdir. Atlas kimi. Mən də bunu götürdüm. Chanel nömrə 5-dir bunun içində. Beləsi də vardı. Beləsi də. Amma mən bunu istədim. Çırpayacaq var. 10 manat. Görün nə qəşəngdir. 25 manata. Ama Malamerka'da 46 razmeri götürdü. Süper. Dayanım oldu. Kofta da oldu dayanıma. Bu da 10 manat. Qəşəngdir. 25 manat üçün kostyum qəşəngdir. 10 manat üçün də bu kofta çox süperdir. Şükürlər olsun, gözümdə problem yoxdur. Mən onsuz da uzağı uşaqlıqdan pis görürdüm. Mən bu hissəmə basketbol topu dəymişdi. Bir il başım ağrıdı, sonra gözüm pis gördü. Amma deyir bu gözüm daha yaxşı görür. Və bu gözümlə bu gözüm həmişə fərqlidir nömrələri. Açıq yazdı, eynək yazdı, gərək alın. Bir də damcı yazdı. Gündə 3 dəfə 3 damcı, nəsə belə bir şeydir. Hə. Damcı tökəcəm. Dedi ki, şükürlər olsun. Sənə elə gəlir, gözünə heç nə düşməyib. Yaşına görə yaxşıdır. Çünki normal oxuyuram şimdi. Maşallah, maşallah yaxını kitabı. Belə. Göstərdiklərimi də aldım. Kostyum 25 manat idi. Siyarı var idi, krem rəngində. Yəni boz və krem. Bir də mavi bu. Mavini aldım. Çünki krem rəngdə krem rəngdə jiletim var. Burada mən istədiyim 25 manata yaxşıdır. Çünki tək jiletim mən 20 neçə manata almışdım. Materialı da yaxşıdır. O 10 manata olan köynəklərdə inşaatçılarda tişört göstərdim. Standartda mı mən boyda bədənə girir. O da ki 16 yarım 17 yarım nəsə belə 16-18 manatdır belə deyil. 10 manatı da onu aldıq. Belə. Gedək evə. Acımışam. Mama dolma pişirməm. Onunla əllərinə sağlıq girməyim. Əzizlərim, dünənləri hər yanda paylaşdım o vlogu. Vlogun içində bir dondurma yemişdim. Meyvəli, çox dadlı idi. İçində dedim belə cemi var idi. Və üstü xırt-xırt idi, meyvələr hiss olunurdu. Meyvələr hiss olunma söhbətini istətmədim, amma şeylər göstərəm, çox dadlı idi. 1 manat 45 qəpiyə və beləsini də almışam. Bu karamel və fındıqdır. Dün almışdım üstündə. Açılsa. Island'ında. Bunun da üstü xırt-xırtdı, görürsünüz fındıqlarda. Onda meyvələr idi. Bunda fındıqlardı. Bilirsiniz nə xatırladır? KitKat. Haradasa KitKatı. Mars, Snickers'lər belə xatırladır. KitKat daha çox. Dünənki də dadlıydı, bu da dadlıydı. Amma bilmirəm, bunu vlogun içində paylaşacağım. Ayrı-ayrı. Arazdan almışam hər ikisini. Bu brendin
Mən Bakılı qızı da bu brenddən alıram. Bu brendin soyucusundan. Keçən amma deyəsəm bundan ucuz idi, hə? Qalxıb qiyməti. Sezonda bu işi qalçıq. Volkanolar vakşiti. Algiranın volkanosu yoxa çıxıb. Dilə volkanonu Bravo'ya da gətiriblər. Dadlıdır, yeməyə dəyər. Mənə nuş olsun. Bir pasaja Səlimlə Bahar festivaldır, nədir onu çəkməyə. Amma Səlim müəllim icazə versin. Amma kamerada qışqırmır. Sərdən cürbə səslər çıxardır. Nəsə, qaynanada nəsə üzəyə dalğa kuklası kimi. Hə, aşkım? Ay, aşkım. Bölüm. Hə, balamsan da. Balam hara gedir? Bəli. Hadi bildik də balamsan. Bilir. Bilir amma bir demir. Kişi bildiğini deməz. Səlimlə biz gəldik, çıxdıq. Festivala. Festivala gəldik. Burada belə şeylər var. Ukrayna haqqında çıxdı. Ukraynalıların başında olur o örtüyün qıraqları. Daha bilmirəm nədir, nə deyil. Burada içkilər var. Səlim indi ses salmasa. İçkilər var. Piroglar filan satırlar. Toplar satırlar. Bırakırlar var. Yok, sen çekirdirken. Böyle qəşəng. Burada da nələrsə var, görək. Burada bax, şokoladlar var. Burada da hər kəs əl işlərini gətirir. Burada nəsə desertlər falan var, adam çoxdur. Burada belə var. Burada ətirlərdir. Kəlağayı var, Süsen Kəlağayısı. Görün nə qəşəngdir burada, Süsen Azərbaycan. Belə var. Burada nə qəşəngdir bu. Təbii daşlardan. Səlim səs salır, Səlimə baş qoşmuruq. Burada belə qəşəngdir, burada paltarlardır. Burada giyimlər, toxunmalar çıxır. Burada əl işləridir, nargilşə. Nə qəşəng broşlardır, sumkalar da kəsilir. Hələ bura baxaq. Nə qəşəngdir, bahar əhli olur. Və oradan ora gedək.
Səlim, Səlim. Səlim deyə qalmışam. O nə qəşənglər bunlar. Adam bunları işlətməyə ürəyi gəlməz. Ay kuklalar. Səlim, səs al. Səlim. Səlim də əcayib səslər çıxardı qalıb ki, mən çəkməyim. Daha nə var burada? Oy, nə qəşəng kuklalardır, baxın. Burada nədir? Böyle aksesuar ister. Dubai'çi de orada. Home style'da, home stil'de. Buranı da geçen çekip gedek. Bayram da kuliçi sevirəm. Düzdür, əsl kuliçlərin, evdə bişən kuliçlərin, o hristiyanlar bişirən o kuliçlərin, ev kuliçlərin dadını heç nə verməsə də, amma Onçan kuliçləri pis olmur. 2.99'a beləsini aldıq. Balacası 1.99 idi. Mamam da popcorn dedi.